Sanın sosial layihələrindən də danışıq. Burada həm ABAD var, həm Yaşad fondu var, həm də ki, Asan könüllüləri var. Bu barədə istəyirəm danışaq. Bəli, sosial innovasiyalar bilirsiniz bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir və onlardan biri də ABAD-dır. Bu sosial bir proyektdir. Cənab Prezidentin fərmanı ilə yaradılıbdır və bugünə qədər artıq 670 ABAD-cı ailə var, yəni ailə bura qoşulubdur və biz baxsaq sevindirici 690 hətta ABAD-çıların sayı var və onların 52%-i qadınlardır, görürsünüz, bu da sevindirici haldır və onların ümumi bu illər ərzində ABAD-çılar ABAD-a qoşulmaqla 14 milyon manatlıq gəlir əldə ediblər. Bu, həm məşğulluğun artırılmasıdır, təmin olunmasıdır, həm əlavə yeni gəlir mənbələrinin formalaşdırılması deməkdir. Çünki ABAD-çılar kimlərdir? Onlar regionda yaşayan və gündəlik işləri ilə məşğul olan şəxslərdir. Onların bəzilərinin hətta hobbisidir nəsə bir əl işi düzəltmək, amma ABAD vasitəsilə o hobbini biznesə çevirə bilir. Satışdan əldə olunan gəlir də birbaşa ABAD-çının bank hesabına köçürülür. Və bu regionlarda, xüsusilə də az təminatlı ailələrin gəlirliyinin artırılması, məşğulluğun artırılması, təmin olunması istiqamətində çox uğurlu bir sosial layihələrdən biridir.